Ümumiyyətlə, ailədə ər-arvaddan icazə almaq məsələsinə gələndə mən düşünürəm ki, iki yetişkin insan əgər ailə həyatı qurubsa, yəni icazə almaq sanki bir uşaqcasına olan bir şeydir. Yəni, uşaq deyil ki, oturub anasından icazə alsın, necə deyim, atasından icazə alsın. İki yetişkin, olğun insan sadəcə bir-birinə xəbər verirlər ki, mənim bugün salona getməyə ehtiyacım var, mənim bugün lazerə getməyə ehtiyacım var. Bəli, məlumat verməlidir. Məlumat verməlidir. Bir ailədə yaşayırsa, əlbəttə ki, böyüklərinə məlumat verməlidir. Bu qapıdan çıxanda hara gedirəm, bir evdəkilər xəbər olsun. Bəli, razıyam. Yoldaşından hardasa belə deyə, indi bəzi ailələr icazə, indi hər ailənin bir dəyəri var da. Elə ailələr var ki, bəli, deyir ki, yoldaşım məndən icazə almalıdır. Buna da hörmətlə yanaşırıq. Və belə olan halda əlbəttə yoldaşından ən az icazə ala bilər. Amma pillə-pillə, sanki elə bir necə deyim, mərhələli şəkildə bunu mürəkkəbləşdirmək, əlbəttə bir yerdə bu gənc xanım, yetişkin, özü ayaq üstə duran, savadlı bir xanım həqiqətən də başa düşür ki, nə baş verir, mən hara düşmüşəm?